Ki son zamanlar biz pis xəbərlərin şahidi oluruq. Niyə biz özümüzü öldürürük? Çünki uşaq o mənəm. Mən atam üçün oyam. Bu belə olmalı. Əgər sən bunu dünyaya gətirmisənsə, bunu qaldır da. Bunu niyə bağlayırsan? Bizim böyük ağsaqqalımız olan Hacı Zeynalabdin Tağıyev bu məsələni elə-belə qaldırmadı. Bunu axıra qədər getdi və bu məktəbi yaratdı xanımlar üçün. Bunu Azərbaycanlı eləyibdi. Bunu imkanlı və millətinin gələcəyini düşünən Azərbaycanlı kişi eləyibdi. Ən azından yenə deyirəm, bilməyən adamlar o kişidən nümunə götürsün. O kişi ümumiyyətlə hər bir kişinin idealı olmalıdır. Sadəcə olaraq onun haqqında çoxlu oxumaq, onun ev muzeyinə getmək, onun haqqında filmlərə baxmaq lazımdır ki, necə adam oldu. Axı, bu məktəbi əgər yaradıbsınız, bunu xanımlar üçün, qadınlar üçün edibdir. Bir şey də demək istəyirəm, çox vacib məsələdir. Biz hamımız Allahın bəndəsiyik. Mən özümü küçədə gəzən qarışqadan, parkda bitən ağacdan fərqləndirmirəm. Biz hamımız necə ki, maşın, yol hərəkəti qaydalarının iştirakçısıdır. Biz də bu dünyanın iştirakçısıyıq. İstənilən zaman qarışqanın da üstündə kimsə ayağını bastalayır, istənilən zaman kimsə başına kərpiç də düşür, üstündən də maşın keçirir. Düzdürmü? Amma kimsə, o kişi əgər ailə başçısıdırsa və ailəsini saxlayan yeganə adamdırsa, burada başlayır bəlalar. Burada işləməyən onun həyat yoldaşı, işləməyən qızı və s. və ilax. Düzdürmü? Oğlu varsa, onu necəsə borcu olub davam eləyəcəkdir, ailəsini saxlayacaqdır. Bəs xanım neynəsin? Sən ona nə savad verdin, nə iş verdin, nə bir biznes onun üçün fikirləşdin və s. Buradan üst tuturam hamıya ki, bu məsələ çox vacibdir. Sabah sənin başına iş gələndə qazanc mənbəyi olması üçün sənin ailə qadın üzvlərinin ən azından çörək alıb özünü yeməklə saxlamağa pul olmalıdır. Demirəm milyonla biznes falan saxla, amma bir iş yiyəsi olsun. Bu da təhsildən və s. imkanı. Adam var, bilirsiniz nə qədər imkanı var, ancaq hər şey özündədir. Heç nə fikirləşməyib. Nə bir biznes, kiçik biznes, böyük biznes yoxdur. Öldü, getdi, pullar da getdi, başlayır sonra ailəsi. Onu satır, bunu satır, bunu satır, o kredit və s. Nə qədər də görmüşük ki, nə cür varlı ailələrin üzvləri, qadın üzvləri, nə gündə bu dünyanı tərk edirlər, hansı halda yaşayırlar. Niyə belə olsun?